dostlar. Konfetlerden çok hoşum yani. Bunlardan alacağım yine. Yani ben bu aşağıdaki konfetlerden burada çok da növü hərəsindən 3 dənə zəhmət olmasa yığa bilərsiniz. Kurma növləri də var burada və hədiyyə də var. Çok səliqəli dükanlar. Anladım. Benim bu halvadan da çok hoşum gəlir. Baxın, burada artıq çəkilir və çox yumuşaqdır. Artıq çəkilir. Bundan da bir ədəd götürəcəm. Böyle karotkalar, hədiyəlik qəşəngdə götürmək. Sucuklar var. Belə semçikada var burada. Bunun aparatını içəri qoydum sizə. Bu isti olur. Mən isti istəyərdim. Gətirə bilərsiniz. Yandıra bilmirsiniz ki, xarab olar aparat, hə? Başa düşdüm. Yenə də mənə buna yığında evi yox. Göstərim sizə nə qədər. Baxın, mən aldığım konfetlərin burada da ayrıca yığılmışız. Desin, yarım kilo olmalıdır. Mən sadəcə olaraq mix yığdırdım deyə. Yox, 250 qramdır. Kilosu 17, 80 idi, 20 idi. Burada 250 qram yığılır. Qiymət görmürəm. Yemişan. Katan kumu yağı, küncük yağı. Sana bunu hesapladan ki. Bu tumun kilosu 7.50. Ben sen müşteri idare edeyim, sen bu kutuyu hesapla da. 3 manat. Ben sen müşteri idare edeyim, sen bu kutuyu. 6 manat. Bakın belə qısa. Belə konfetlərdən də xoşlayıram. 11.79 kilosu da yoxsa bunu vurublar. Yarım kiloda 575, kilosu 20-50'dir.
Benim aldıklarımda Alo. Semiçka'da tarifler Sağ olun. Ne kadar şöyle ve çok da edviyat var burada. Parasını bir göndereyim. 14 lira.